Salam, hörmətli abituriyentlər. Bu dərsimizdə Cənubi Azərbaycanın 20-ci əsrin 20-ci 40-cı illəri tarixindən, dövründən danışacağıq. Biz Cənubi Azərbaycanın 20-ci əsrin 20-40-cı illərindən danışarkən burada əsas olaraq qeyd etməli olduğumuz hadisələr Pişəvəri hərəkatı ilə bağlıdır 41-46-cı illərdən. 1925-ci ildə Rza xan Cənubi Azərbaycana səfər etdiyi zaman Qacar sülaləsini taxtdan salır və özünü şah elan edir. Bununla da bizim hansı ki 1796-cı ildən 1925-ci ilə qədərki tarixi dövrdə hakimiyyətdə olmuş Qacarlar sülaləsini, hansı ki Ağa Məhəmməd Şah Qacarın hakimiyyətə gəlməsi ilə başlamışdı həmin sülalənin hakimiyyət dövrü. Artıq bu sülalənin hakimiyyət dövrü bitmiş sayılır və 1925-ci ildə İranda Fars mənşəli Pəhləvilər sülaləsi hakimiyyətə gəlir. 1925-79-cu illərdə Pəhləvilər sülaləsi hakimiyyətdə olmuşdu. 20-ci əsrin 20-ci illərinin ikinci yarısı və 30-cu illərdə ümumiyyətlə Cənubi Azərbaycanda milli sənaye kapitalının əsası qoyulur. Yeni sənaye müəssisələri, yəni yalnız demək xarici kapitalın yox da milli kapitalın üstün rol oynadığı sənaye müəssisələrinin əsası qoyulmuş olur. Biz bunu oxşar cəhət olaraq 20-ci və 30-cu illərə oxşar cəhət götürə bilərik. Rza Şahın ölkədəki hakimiyyəti dövrü tamamilə hərbi polis rejiminin yaradılmasına yönəldilibdir. Hərbi polis rejimi qurur, özünü Almaniyanın lideri olan Hitlerə bənzədərək İranın führeri elan edir və milli ayrıseçkilik siyasəti yürüdür. Ancaq farslara üstünlük verir, farslar hakim millətə çevrilir. Türk dilinin istifadə edilməsi, türk dilində danışmaq, türk dilində təhsil, həmçinin türk dilindəki tarixi, coğrafi yer adları farslaşdırılır, dəyişdirilir, türk dilindən istifadəyə qadağalar qoyulur. Və bundan sonra 1937-ci ildə İranda inzibati islahatlar həyata keçirilir. Cənubi Azərbaycanda yeni yaradılmış inzibati ərazi bölgüsünə uyğun olaraq 3 ostana vilayətə bölünür. Bunun məqsədi nə idi? İnzibati islahatların həyata keçirilməsi 37-ci ildə mərkəzləşmiş dövlətin yaradılması sahəsində islahatlar adı ilə həyata keçirilirdi. Və məlumdur ki, biz əvvəlki dərsimizdə Azərbaycan SSR-nin 2-ci Dünya müharibəsi illəri tarixindən danışarkən qeyd etmişdik ki, Cənubdan gələn soydaşlarımız totalitar cəmiyyətin qurulması istiqamətində atılmış addımlara uyğun olaraq 38-40-cı illərdə deportasiyaya məruz qalırlar Cənubi Azərbaycanlıları. SSR Ümumi İttifaq Kommunist Partiyası Mərkəz Komitəsinin siyasi bürosunun 1938-ci ildə verdiyi qərara əsasən Cənubdan gələn yaxud da Sovet vətəndaşlığını qəbul etməyən şəxslər ya demək öz ölkələrinə geri qayıtmalıdırlar, yəni İran təbəəliyini qəbul etməli və geri qayıtmalıdırlar. 10 gün ərzində İrana köçməlidirlər. Yaxud bundan imtina edənlər də Sovet vətəndaşlığını qəbul etdikdən sonra Mərkəzi Asiya və Qazaxıstan bölgəsinə bir ay müddətdə köçürülməlidirlər. Təbii ki, bu Cənubi Azərbaycanlıların da məcburən bir hissəsinin Cənuba qayıtmasının nəticəsi oldur ki, Cənubda Rza Şahın diktaturası vardı və Rza Şah SSR-dən öz ölkəsinin ərazisinə keçmiş hər nə qədər də Cənubi Azərbaycanlı olsa, həmin Cənubi Azərbaycanlılara cəsus gözü ilə baxır və onları vətən xaini gözü ilə damğalayırdılar. Belə deyək ki, həmin Cənubi Azərbaycanlılar nə özlərinə şimalda yer tapa bilirdilər, nə cənubda yer tapa bilirdilər. 41-ci ildə 2-ci Dünya müharibəsinin davam etdiyi müddətdə üç dövlətin qoşunları İrana daxil olur. SSR-nin, Böyük Britaniyanın və Amerikanın qoşunları. Bu proses əslində 21-ci il Sovet-İran müqaviləsinə əsasən həyata keçirilirdi. Beləliklə, İranda həmin müttəfiq qoşunları ki, müttəfiq dövlətlərin ki, qüvvələri cəmləşdirilir. İran arteriyaya çevrilir, nəqliyyat arteriyasına. Yəni, SSR-yə gedəcək yardımlar Amerika və Böyük Britaniya tərəfindən İrana gətirilir. İrandan isə Azərbaycanın şimalına doğru göndərilirdi və beləliklə həmin dövlətlərin qoşunlarının İrana daxil olması İranı Sovet İttifaqının əsas hərbi maddi yardımı üçün nəqliyyat arteriyasına çevirir və 1941-ci ildə demokratik qüvvələr İngiltərənin təzyiqi ilə Rza Şah istefa verir və Misirə getməli olur. Onun yerinə isə oğlu Məhəmməd Rza Şah Pəhləvi gəlir. 1979-cu ilə qədər hakimiyyətdə olur Məhəmməd Rza Şah Pəhləvi. Beləliklə, Məhəmməd Rza Şah Pəhləvinin hakimiyyətə gəlməsi ilə atası Rza Şahın ölkədə qurduğu hərbi diktatura rejimi iflasa uğramış olur. Rza Şahın rejiminin iflası da Cənubi Azərbaycanda xalqda milli azadlıq meyillərini doğurur. Yenidən muxtariyyət uğrunda azadlıq hərəkatı başlayır. Bu azadlıq hərəkatı 41-46-cı illərə əhatə edilir və bu hərəkat 21 Azər hərəkatı adını alıbdır. Səbəb isə hərəkat 12 dekabr tarixində başladığına görə 12 dekabr tarixi də İran təqvimi ilə
21 Azər ayına təsadüf etdiyinə görə bu hərəkata tarixdə 41-46-cı illər hərəkatına 21 Azər hərəkatı deyirik. 41-46-cı illərdə baş vermiş həmin bu milli azadlıq hərəkatı 3 mərhələdən ibarətdir. Birinci mərhələ 41-ci ildən 45-ci ilin yay aylarına qədər, ikinci mərhələ 45-ci ilin yayından 45-ci ilin 12 dekabr tarixinə qədər, yəni milli hökumət yaradılana qədər, üçüncü mərhələ isə 45-ci ilin 12 dekabrından 46-cı ilin 12 dekabr tarixinə qədər ki, dövrü əhatə edir. Hərəkatın birinci mərhələsi olan 41-45-ci il dövründə eynən demək Xiyabaninin hərəkatı dövründə dediyimiz bahalıq, möhtəkirlik, rüşvətxorluğa qarşı mübarizə aparılmışdı. Mədəni inkişaf üçün tədbirlər görülmüşdü. Həmçinin Təbrizdə Sovet ordusunun Azərbaycanlı zabitləri tərəfindən Vətən yolunda adlı qəzet də nəşr edilməyə başlanılmışdı. Hərəkatın ikinci mərhələsinin başladığı 45-ci ilin yay aylarından sonraki dövrdə eynən Xiyabani necə ki Azərbaycan Demokrat Firqəsi fəaliyyətə başlatdırır, həmçinin Pişəvəri tərəfindən də Pişəvərinin sədrlik etdiyi 45-ci ilin sentyabrında Azərbaycan Demokratik Firqəsi fəaliyyətə başlayır. Demək bizə test variantı olaraq 1917 və 1945-ci illər üçün oxşar cəhət nədir deyə soruşsa, biz bunu artıq qeyd edirik ki, Cənubi Azərbaycanda ADF yenidən fəaliyyətə başlayıb. 1917-ci ildə Xiyabaninin rəhbərliyi altında, 1945-ci ildə isə Pişəvərinin başçılığı altında. Azərbaycan Demokratik Firqəsi artıq ana dilində Azərbaycan qəzetini nəşr etməyə başlamışdı. Yadımıza salaq, Xiyabaninin hərəkatı dövründə də Təzəddüd adlı qəzet ADF-nin orqanı kimi fəaliyyət göstərirdi. O qəzetin nəşr edilməyə xüsusi diqqət yetirilirdi. Necə ki, həm məşrutə hərəkatı dövründə, Xiyabani hərəkatı dövründə fədai dəstələri var. Eynən Pişəvəri hərəkatı dövründə də fədai dəstələri fəaliyyət göstərib yaradılıbdı və eynən Xiyabaninin tələblərinə uyğun olaraq Pişəvərinin də tələbləri bundan ibarətdir ki, Cənubi Azərbaycana İran tərkibində muxtariyyət verilsin, əhalinin həyat şəraiti yaxşılaşdırılsın. ADF-nin ilk qurultayı keçirilir və partiyanın rəhbər orqanları seçilir və partiyanın nə işlə məşğul olacağı, demək şəhərlərdə həmçinin yeni hakimiyyət orqanları yaradılır ADP-nin ilk qurultayında. 1945-ci ilin noyabr ayında isə Azərbaycan Xalq Konqresi çağırılır və Xalq Konqresində Xalq Konqresi özünü müəssislər məclisi elan edərək Konqres iki tələb irəli sürməyə başlayır. Birinci növbədə Milli Məclis çağırılmalıdır, ikinci növbədə isə Milli Hökumət yaradılmalıdır. 1945-ci ilin dekabr ayının 12-sində isə Milli Məclis öz işinə başlayır. Pişəvərinin başçılığı altında 45-ci ilin 12 dekabr tarixində Milli Hökumət qurulur. Demək biz iki oxşar xüsusiyyəti nəzərə alaraq yazırıq ki, bundan əvvəl qeyd etdiyimiz bu hissədə 1917-1945-ci illər iki ayrı-ayrı tarixdə 17 və 45-ci illər tarixlərində Cənubi Azərbaycanda nə baş verib? Oxşar xüsusiyyət ADF-nin yaranmasıdır. Cənubi Azərbaycanda 1920-ci ildə və 1945-ci ildə baş vermiş oxşar hadisələr isə Milli Hökumətin fəaliyyətə başlamasıdır. Milli Hökumət nə edir? Nazirliklər formalaşdırır, Ali Məhkəmə formalaşdırır və Baş Prokurorluğu formalaşdırır. Biz Xiyabaninin hərəkatı dövründə də Maarif, Ədliyyə, Vəqif, hərbi nazirliklər kimi nazirliklərin formalaşdırıldığını görmüşdük və Ali Məhkəmə və Baş Prokurorluğun formalaşdırılması da Pişəvəri hərəkatı dövründə baş vermiş, yaradılmış Milli Hökumətin xüsusi həyata keçirdiyi tədbirlərdəndir. Seyid Cəfər Pişəvərinin Milli Hökuməti nə edir? Əncümənlər formalaşdırır. Yadımıza salaq, əncümənlər bir də harda var idi? Əyalət əncümənləri məşrutə hərəkatı dövründə var idi. Xiyabani hərəkatı dövründə mövcud olmayıbdı. Pişəvəri hərəkatı dövründə 46-cı ildə hökumətin həyata keçirdiyi ən əsas tədbirlər bunlardır. 46-cı ilin yanvar ayında dil haqqında qanun verilərək Azərbaycan dili Cənubi Azərbaycanda rəsmi dövlət dili elan edilir. Test variantı olaraq sizləri çaşdıra bilən məqamlardan biri bu ola bilər ki, bütün İran ərazisində Pişəvəri Azərbaycan dilini dövlət dili elan edibdir, rəsmi dili elan edibdir. Bu yanlış variantdır. Yalnız Cənubi Azərbaycanda Azərbaycan dili rəsmi dili elan olunur. 46-cı ilin fevral ayında isə aqrar qanun verilir. Aqrar qanuna əsasən hansı ki hərəkat dövründə Rıza Şahın diktaturası və Pəhləvilər sülaləsinin ağalığı altında müti olaraq formalaşmış mülkədarlar var idi. Həmin mülkədarlar ölkədən qaçdıqdan sonra həmin mülkədarların torpaqları pulsuz olaraq kəndlər arasında bölüşdürülür. Yəni aqrar qanununa əsasən. Ancaq yadımıza salaq, AXC dövründə aqrar qanunu həyata keçirilə bilinməmişdi. Bu fərqli cəhət ola bilər Pişəvəri hökumətinin AXC hökumətindən. 1946-cı ilin may ayında isə fəhlə və qulluqçuların iş
şəraitinin yaxşılaşdırılması, həmçinin fabrik və zavod sisteminə fəhlə nəzarətinin tətbiq edilməsi ilə bağlı əmək haqqında qanun verilir və 46-cı ilin iyununda Təbriz Universiteti fəaliyyətə başlamış olur. Biz yenə də xatırlayaq, nə vardı burada? 1946-cı ildə Cənubi Azərbaycanda ilk universitet fəaliyyətə başlayır. 1919-cu ildə isə Şimali Azərbaycanda ilk universitet olan Bakı Dövlət Universiteti fəaliyyətə başlamışdı. İran hökuməti 1946-cı ilin aprelində Şimali İranda neft çıxarılması işini konsessiya verməyə başlayır. Konsessiya nədir? Müəyyən sənaye müəssisələrini təşkil etmək, faydalı qazıntılar çıxartmaqla bağlı bir dövlətin başqa bir dövlətə verdiyi icazə, bir dövlətin başqa bir dövlətin sənaye müəssisələrinə, şirkətlərinə, qurumlarına verdiyi icazə belə adlanır. İran hökuməti Şimali İranda neft çıxarılmasını 46-cı ilin aprel ayında demək Sovet İttifaqına təhvil verir, vəd eləyir və əvəzində SSR Cənubi Azərbaycan məsələsində bitərəf qalması tələb olunur. Çünki SSR Pişəvəri hərəkatına yardım göstərməyi ön plana çəkirdi. Yəni belə bir dəstəkçi duruş sərgiləyirdi. Və beləliklə BMT də İran məsələsini müzakirə edən zaman Amerika ilə İngiltərə deyirlər ki, milli hökumət Sovet hökumətinin rəhbərliyi altında fəaliyyət göstərən yalancı bir qurum kimi dəyərləndirilməlidir. Yəni Pişəvəri hərəkatını İngiltərə ilə Amerika BMT-nin iclasında belə dəyərləndirirlər ki, Sovet hökumətinin rəhbərliyinə xidmət edən bir hökumətdir Pişəvərinin hökuməti. Buna görə də milli hökumətə qarşı, Pişəvəriyə qarşı Sovetlərə və Pişəvəriyə qarşı İngiltərə və Amerikanın vasitəçiliyi ilə mübarizə başlamış olur. Pişəvəri məcbur qalaraq gedir Sovet İttifaqına mühacirət edir və bütün bunların nəticəsində 46-cı ilin 12 dekabrında İran qoşunları Təbrizə daxil olur və milli hökuməti süquta uğradırlar. Pişəvəri də naməlum bir avtomobil qəzasında 1947-ci ildə müəmmalı şəkildə həlak olur. Cənubi Azərbaycan inqilabları ilə bağlı hazırladığımız bu cədvəldə biz həm məşrutə hərəkatını, həm Xiyabani hərəkatını, həm Pişəvəri hərəkatını oxşar və fərqli cəhətlərini deyə bilərik. Məsələn, fədai dəstələri hər 3 hərəkatda vardı. Muxtariyyət tələbi məşrutə hərəkatından başqa digər 2 hərəkat olan Xiyabani və Pişəvəri hərəkatlarında vardı. Əncümənlərin yaradılması yaxud da yerli hakimiyyət orqanlarının mövcud olması məşrutə və Pişəvəri hərəkatlarından oxşar cəhətidir. Xarici işğalçıların qovulması tələbi həm məşrutə, həm Xiyabani hərəkatlarında vardı. Hərbi şuranın yaradılması yalnızca məşrutə hərəkatı üçün səciyyəvidir. Təhsil sahəsində yenilik, islahat məşrutədən başqa Xiyabani hərəkatında var. Məsələn, Təbrizdə pulsuz qız məktəbinin açılması, təhsil sahəsində, təhsil sektorunda ana dilinin istifadə edilməsi, Pişəvəri hərəkatı dövründə Təbrizdə universitetin yaradılması təhsildə yenilikdir. Amma məşrutə hərəkatında təhsil sahəsində heç bir islahat həyata keçirilməyib. Milli hökumətin fəaliyyət göstərməsi məşrutədən fərqli olaraq digər 2 hərəkat olan Xiyabani və Pişəvəri hərəkatları üçün oxşardır. Konstitusiyanın qəbul edilməsi tələbi yalnız məşrutə hərəkatında vardı, digər 2 hərəkat belə bir tələb irəli sürməyib. Azərbaycan Demokratik Firqəsi yaxud Azərbaycan Demokratik Partiyasının fəaliyyət göstərməsi Xiyabani və Pişəvəri hərəkatlarından oxşar cəhətidir. Qacarlar sülaləsinin ağalığı dövründə baş verməsi məlumdur ki, Qacarlar sülaləsi, bura qeyd edək biz, Qacarlar sülaləsinin ağalığı əhatə eləyir 1925-ci ilə qədərki dövrü 1796-cı ildən. Burada biz görə bilərik ki, məşrutə hərəkatının illəri, tarixi dövrü düşür Qacarlar sülaləsinin hakimiyyət dövrünə, Xiyabani hərəkatının da illəri düşür Qacarlar sülaləsinin hakimiyyət dövrünə, amma Pişəvəri hərəkatı Qacarlar sülaləsinə qarşı deyil də Pəhləvilər sülaləsinə qarşı baş verib. Çünki Pəhləvilər Qacarlardan dərhal sonra 1925-79-cu illərdə hakimiyyətdə olublar. Xarici qüvvələrin Şah hökumətinə dəstəyi ilə yatırılması isə məşrutə hərəkatı və Xiyabani hərəkatlarının oxşar cəhəti hesab oluna bilər. Belə, hörmətli abituriyentlər, bu videomuz haqqında danışacaqlarımız bu qədər. Kanala abunə olub, videoyu bəyənməyi və şərh yazmağı unutmayın. Sağ olun, növbəti videolarda görüşənədək salamat qalın.